Hərməli adı çəkildikdə cəmaatın ağlına mənim simam gəlir. Əslində bunun bir problemi yoxdur. Bəlkə də bu mənim üçün bir xoşbəxtlikdir. Həqiqətən də mən bu ümidlə yaşayıram ki, İmam Hüseyn ahuzar etmək istəməzdim. Lakin bir aşiq, bir xidmətçi niyyəti ilə səmimi qəlbdən insanın gözləntiləri olur. Ümid etməyə üzüm gəlməsə də, mən sadəcə bir ümidlə əslində yaşayıram ki, o biri dünyada İmam Hüseyn oynadığım həmin rola görə əlimdən tutar, vasitəçi olar. Allah da bu səbəbdən günahlarımdan keçər. Nə bilim, o illər çox çətin keçdi. Sanki oynadığınız hərmələ roluna görə sizə çoxlu təzyiqlər oldu. Bəli, bəzən təzyiqlər də olurdu, amma Allah bilir ki, bu insanların lütfüdür. Etdikləri lütf üzündən, hətta bəzən məni bir yerə dəvət etdikdə, saflıqlarından görərdin ki, cəmaat arasından kimsə deyir ki, hərmələ, gəl səninlə şəkil çəkdirək. O vaxtlar narahat olardım, amma indi olmuram. Əzmkarlığınıza heyran qaldım. Bu hekayətdən artıqını da eşitmişəm. Siz əldə etdiyinizi etmişsiniz artıq. Mənəvi aləmlə əlaqəsi olan böyüklər mənə dedilər ki, sən İmam Hüseynin hərmələsisən. Daha belə şeylərdən narahat olmaq.